Nəfs burada daha çox əzilir. Səcdəni çoxaltmaqla nəfsi əzmək istəyirsən, bir mübahisədə deyən ki, mən haqsızam, bir dəfə dilimiz sönsün deyə, haqlı olanla mən haqsızam, nə olacaq? Dünya dağılmayacaq. Bax, nəfsi bu əzir. Haqlısan deyən üzr istəyirəm, mən səhv eləmişəm. O insanlıq budur, din budur, iman budur. Yoxsa nəyin bahasına olursa olsun, saatla mübahisə eləyəcəm, mən deyəcəm, yox, mənəm, düz, sən səhvsən. Bu İslam deyil, bu dindarlıq, müsəlmanlıq deyil. Mübahisədə dala çəkilmək, haqlı olan özünə haqsız demək, qalıb harada ictimai mövzular başqadır. İndi insanlar arasında olur münasibət, sən mənə belə dedin, mən sənə elə dedim, deyirəm, mən bağışda özür istəyirəm, səhv eləmişəm. 3 gündən artıq deyir, 2 mömin küsülü qalsa, ikisi də dindən çıxıb. Dedilər, necə dindən çıxıb, ya Rəsulallah, ay Allahın Peyğəmbəri, haqlı olan da, bəs haqlı olan neynəsin, bu mübahisədə biri haqlıdır, biri haqsız, deyir, heç haqlı olan getsin, desin ki, mən haqsızam, üzr istəyirəm. Dünya dağılar, dünya dağılmaz, ucalarsan sən. Allah işləri səhmana salar. Allah sənin haqq olduğu dünyaya bəyan eləyər. Haqlı ola deyəm, haqsızam, gör sən necə haqlı eləyir Allah. Bəs Allaha inanmamsan sən. Özün girişmirsən öz haqlılığını sübut eləməyə, özün girişmirsən öz işlərini düzəltməyə, Allah da deyir, get, o sən, o da sənin həyatın. Görüm hələ necə düzəldirsən. Get sübut elə haqlılığını.